Abone olun, like edin, rey yazın, video linkini paylaşın. Sağ olun. Salam, 7-ci sinifin son mövzusu olan neytrallaşma reaksiyalarının suallarına baxırıq. Deməli, ilk sualımız belədir. Eşək arısı sazmış əlin acısını azaltmaq üçün sirkə turşusuna istifadə etmək olarmı? Fikrinizi əsaslandırın. Bəli, olar. Çünki eşək arısı sandığı zaman dərinin altına əsası mühit olan məhlul ifraz edir. Sirkə turşusu bu mühiti neytrallaşdırdıqdan əlinin acısı azalır. Üçüncü suala baxaq. pH bərabər 4 olan 10 ml məhlulu tam neytrallaşdırmaq üçün onun üzərinə pH bərabər 10 olan məhluldan neçə mililitr əlavə etmək lazımdır? Deməli, cavab belə olacaq. pH bərabər 4 və pH bərabər 10 mühitlər neytral mühitdən eyni vahid məsafədədir. Neytral mühit nədir? 7-dir də, düzdür? Yəni bu da 3 vahid azdır. Bu da 3 vahid çoxdur. Eyni qədər məsafədə yerləşir. Bu səbəbdən məhlulları da bərabər həcmdə götürdükdə tam neytrallaşma baş verir. Bərabər həcmdə götürmək lazımdır. Ona görə də bu 4 olduğu üçün, 10 ml olduğu üçün pH bərabər də 10 olan məhluldan da 10 ml götürmək lazımdır. Yəni bunu bir daha təkrarlayım, qeyd edə biləsiniz deyə. pH bərabərdir 4 və pH bərabərdir 10 mühitlər neytral mühitdən pH bərabərdir 7. Eyni vahid məsafədədir. Bu səbəbdən məhlulları da bərabər həcmdə, yəni 10 ml götürdükdə tam neytrallaşma baş verir. Öyrəndiklərinizi yoxlayın, hissəsinə baxaq. A və B duzlarının məhlullarına metloranj əlavə edilir. A duzunun məhlulu sarı, B duzunun məhlulu isə qırmızı rəngə boyanır. Məhlulların təxmini pH-ını təyin edin. Deməli, metloranj əsası mühitdə sarı, turş mühitdə isə qırmızı olur. Deməli, A duzunun suda məhlulunda mühit əsasi, mötərizədə yazırsınız pH 7-dən böyük. B məhlulunda isə turşdur. Burada da mötərizədə yazacaqsınız pH 7-dən kiçik. Bu rənglərə əsasən müəyyən edirik. İkinci, kalium hidroksid məhlulu ilə nitrat turşusu məhlulu arasında baş verən neytrallaşma reaksiyasının söz tənliyini tərtib edin. Bunu belə yazacaqsınız. Kalium hidroksid üstə gəl nitrat turşusu alınır kalium nitrat. Burada indi yer çatmadığı üçün mən üstə gəl burada qoyuram. Üstə gəl su. Bu formada yaza bilərsiniz. Digər suallar da nəzəri suallar olduğu üçün yazmadım. Siz videonu saxlayıb, saxlaya-saxlaya yaza bilərsiniz. Belə, bu qədər. Sağ olun, salamat qalın.